Mən doktor Günay Hacıyevayam. Bu videoda siz bir vaginizm problemi yaşayan qadının günbəgün necə sağaldığının, necə dəyişdiyinin şahidi olacaqsınız. Salam əziz izləyicilərimiz, pasiyentim oturub qarşımda Türkiyədən gəlib, 9 ilin ailəlisidirlər, 2 övladı var. Amma vaginizm problemi yaşayırdı pasiyentimiz. Müalicəyə başladıq. Dünən 3-cü seansımızı keçdik. Ev tapşırığı verdik. Bugün ev tapşırığına təhvil verdi. Artıq biz pasiyenti cinsel əlaqəyə göndərəcəyik. İnşallah mükəmməl də nəticə alacağıq. Çünki artıq elə ilk seansdan biz o mükəmməl nəticələri görürük. İndi özündən bir-iki cümlə istəyəcəm sizlə bölüşsün. Pasiyentimizdə bir çox ailə travmaları, bəzi şeylər, bir çox hadisələr yaşamışdı, xoşa gəlməz hadisələr ailəsindən bağlı. Onların hamısını işlədik. Bilirsiniz bunları nəyə görə deyirəm? Çünki getdiyiniz bir çox yerlərdə sizin əlinizə ancaq alət verirlər ki, bu aləti salmağa başla və sən vaginizmdən azad olacaqsan. Müalicə belə olmur. Bununla vaginizm sağalmır. Və yaxud da biraz daha yaxşısı olanda sizə bunun normal olduğunu başa salır, cinsel əlaqə normaldır, normal bir şeydir, orqanı başa salır, anatomik quruluşunu, biraz sizə onu başa salır. Yəni bunlar da elə də təsirli deyil. Əsas burada işləmək lazımdır şuuraltı mərkəzlə. Bu şuuraltı mərkəzlə də mükəmməl işləyirəm və heç bir psixoloqa göndərmirəm, tək özüm işləyirəm. Birinci seansınız necə keçdi? Birinci seansdan sonra nə əldə elədiniz? Birinci seans, yəni gözlədiyimdən çox yaxşı keçdi. Mən düşünürdüm ki, mən bunu 3-ə, 5-ə, nə bilim 10-cu seansı ancaq keçə bilərəm. Amma birinci seans mənim üçün bir dönüşüm yeri idi, həqiqətən. Orada mənim o ilk 80% olan inamsızlığım, güvənsizliyim 30%-ə düşdü. Yəni bu 50% o 9 ilə yazıq deyək. 50% bir günə, bir seansa, bir saata onu sığdırmaq doğrudan da çox qəribə bir hissdir. O sizin uğrunuzdur. Bəli. O həm sizin uğrunuzdur və sizin də mənə keçirdiyiniz enerjinin uğrudur. Bəli. Bəli, buradan onu deyim ki, biz nəticəni birinci seansda alırıq. Elə ilk seansda alırıq. Düzdür? Sonralar tənzimləmədir. Eynən. Sonralar tənzimləmədir. İlk seansda. İlk seansda. İçəri girir vaginizmdən, çıxır vaginizmsiz. Elə olmadı? Eynən, elə oldu. Biz ilk yarım saatı söhbətlər elədik, sonraki bir saatı işlədik və bir saat sonra, o yarım saat demirəm, bir saat sonra mən buradan tamamən fərqli bir insan olaraq çıxdım. Yəni özümə güvənim artdı. Burada nə var ki, qorxulacağı, nəyi böyütmüşəm mən gözümdə. Təkcə düşüncə olaraq gəlmədi sənə. Mən hər vaginanın içərisinə də girə bildiniz. Və rahat, qorxusuz. Rahat, qorxusuz artıq girə bildim. Yəni dəhşət bir hissdir. Bir saatın içində dəyişməsi mükəmməldir. Mükəmməl bir uğurlardır. Üçüncü seansı dünən bitirdiniz. Dünən bitirdim. Bugün necəsiz? Bax, sizin o travmalarınızdan işlədik. Düşünürsünüzmü ki, həqiqətən mənim ruhuma bunlar lazım idi? Lazım idi. Sizin mənim ruhuma işləməyiniz mənə çox lazım idi. Bitmiş vəziyyətdəydiniz. Bilirəm. Çox sağ olun hər şeyə görə. Həqiqətən çox gözəl işlədiniz, çox anlayışlısınız, yəni çox mülayim davranırsınız. Buna görə də sizə ayrıca bir təşəkkür edirəm. İnsani davrandığınıza görə, anlayışınıza görə. Çünki oxumaqla deyil, o insanın özündən gələn bir hissdir. Anlayışlı olmaq. Amma həqiqətən belə olmasaydınız, bəlkə də bu qədər tez aşmazdım. Bir də çox tələbkaram, yox? Tələbkarsınız, amma yaxşı mənə də tələbkarsınız. Ona görə ən qısa zamanda mükəmməl nəticəni veririk. Bəli. Yoxsa bu 3 günə biz bunu, yəni bu qədər irəli getməzdik. Daha sizin beyninizdə vaginama bir şey girsə nələr olar? Vaginamın içərisi necə bilir? Heç biri yoxdur. Çünki artıq hər şeyi gözəl bilir. Vaginasının içərisində tanıyır, hər şeyi gözəl bilir. Mən özümü qorxulu olmadığını da bilir, ağrılı olmadığını da bilir. Amma nə duyğularınız var idi təzə başlayanda? Eynən. Qorxu, hiss, belə inamsızlıq, bitmiş.
Siz bilirsiniz, olmayacaq, başınızı ola yerdən bilməyəcək. qaldıra bilmirdiniz ilk gələndə. O qədər üzgün idiniz ki, yerdən başqa heç yerə baxmırdınız. Eynən, özgüvəni Oturanda. artır da insanın. Eynən, bu da sizin sayənizdə. Çox sağ olun, Yaxşısınız. Çox yaxşı. Düzdür, bizə hələ cinsi əlaqə xəbərini verməyib, çünki hələ Bakıdadır. 1-2 günə gedəcək inşallah. Qayıdacaq ölkəyə, Türkiyəyə qayıdacaq. Oradan bizə qəşəng Sizdən səsli mesaj göndərəcək. göndərəcək. Allahın izni ilə. Mən İnşallah. başqa fonun üzərində o səsli mesajı sizinlə paylaşacağam. İnşallah. Hər şey sağ çox olun. gözəl olacaq. Çox sağ olun. Siz də Allah sağ razı olun. olsun sizdən. Qızlara nəsə söz demək istəyərdiniz? Bayaq biraz öncə bir qızla burada sizi görüşdürdüm. 3 ayın evlisi idilər. Siz ona dediniz ki, çox vaxtında gəlmisən. Hayf Eynən, mənim 3 9 ay, ilimə. 3 ay, yəni 3 aya da buraxmasınlar. İlk şübhələndikləri gündən gəlsinlər, müalicələrini olsunlar. Çünki 1 ilə, 3 ilə, 5 ilə, 9 ilə hayf deməsinlər. Həqiqətən. Çünki bu çözüləcək bir şeydir, Yəni sizin çözüləcək bir 9 ilinizi problemdir. biz 9 toplam il mən 3 gün arxa-arxaya bitirdik. bitirdik 3 gün içində, yəni Hər 3 ilinizi bir günə sıfırladıq. sıfırladıq. Həqiqətən ev oldu. Həqiqətən ev Xoşbəxtsiz. oldu. Çox xoşbəxtəm. Çox rahatam, özümə güvənirəm və özümü tanıyıram. Süpersiz və özümü sevirəm. Özümü sevirəm. Sizin sayənizdə. Canım mənim, həmişə xoşbəxt olun. Çox sağ olun, Allah Həmişə razı olsun. bundan sonraki həyatınız Qızlarımız da həmişə uğurlu olsun. gecikməsinlər, utanmasınlar. Burada utanılacaq bir Bəli. şey yoxdur. Eynən həkim müayinəsi kimi olur və həkimə sadəcə dərdinizi danışırsınız, o da çözüm yolu bulur. Yəni Amma başqa bir bilirsiniz, siz problem deyirsiniz yoxdur. eynən həkim müayinəsi kimi olur. Başqa yerdə bilirsiniz necə müayinə edirlər? Elə- Ora bir şey salırlar. Yox, elə həkim Qorxuzurlar. demirəm. Qadın həkiminə gedəndə necə oturur Bəli, dərdini konsultasiya, danışır. Hə, bəli, konsultasiya. Mənim oram ağrır, buram ağrır. Qətiyyən heç bir Sadəcə şey salmırıq. Burada Qətiyyən. heç nə salınmır. Sadəcə konsultasiya keçir, səni dinləyir, səni anlayır və səni Siz dinlədiyi özünüzdən- kimi də üstündən Bəli, gedir. siz özünüz kimini daha yaxşı başa düşürsüz də. Sizin bu problemi yaşayan qızlar əsas utanmaqdan narahatdılar gəlməyə görə. İnsanın kompleksi insana çox şey mane olur. Utanırlar Utanırlar, gəlməyə. eynən. Bir Həm də utanırlar, düşünürlər ki, yəqin mən sağalmaram. Eynən. Daha Mən niyə də elə gedirəm ki, fikirləşirəm. onsuz da Mən sağalmayacam. fikirləşirəm ki, yox, onsuz da sağalmayacam, bu düzələcək bir şey Çünki deyil. gedirlər başqa ginekoloqlara ya da gedirlər psixoloqa. Bu psixoloq işi də deyil, bilirsiniz? Psixoloq işi deyil. Bu. İkisi bir arada olmalıdır. İkisi bir arada olmalıdır və mən Həm heç yerə bədənini göndərmirəm, tanımalıdır, ancaq həm- özüm eləyirəm. Aynen. Həm anatomiyanı bilməlidir, həm psixoloqluğu bilməlidir, Bəli. hər bir şey Və bilməlidir. Səni onu onların aşılasın. vaqinizm üzərində etkisini bilib oradan Onu aşılamalıdır irəliləməlidir. da, onu deməlidir. Onu nə bilim, onu oxumaq və Çox məncə- diqqətli olun həkim seçərkən. Demirəm mənim yanıma gəlin, özünüz bilərsiniz. Yox, bu- Amma yəni ki, bilsinlər, getsinlər. Amma Bilməyərək bunları də bilmək getməsinlər. vacibdir. Bəli, gedən kimi əlinizə bir alət verirlər ki, ala bunu ora sal, onunla vaqinizm müalicə Yəni olunur. sizi dinləmədən hərəkət Bəli. edən həkimin yanında bir saniyə belə durmayın. Dinləyə də bilərlər. Dinləmək də şərt deyil. Nə mənada dinləmək? Sizin istədiyiniz kimi sizə enerji verməyən, sizi yəni necə deyim, algılamayan sizin düşüncələrinizi elə bir həkimin yanında məncə durmağın da bir mənası yoxdur. Sonra- Vaxt itirərsiniz Bəli. ancaq. Sonra anatomiyanı sizə izah eləyir və sonra alət verir. O da müalicə deyil. Burada xüsusi müalicə lazımdır. Xüsusi. Bu xüsusi Bilinçaltı, müalicəni ancaq beyin bu ilə ölkədə əlaqəlidir. məndən başqa heç kim bilmir. Bilən varsa buyursun. Hər birinizə Çox sağ olun, sağlamlıq hər arzulayıram. şeyə. Sizə də inşallah xoş xəbərinizi eşidək İnşallah. və yayımlayaq. Sağ Amin, olun. İnşallah. Sağ olun.